Artıq 5-ci ildir. İldə 365 gün var. 5 ildir biz bir şüarı eşidirik ki, şəhidlər unudulmasın, şəhidlər xatırlansın. İlin 365 günündə hər gün bu sözü eşitsək də, amma 365 günün bir günü var ki, şəhid ailələri üçün müqəddəsdir. 32 illik həsrətə son qayan həmin o 1-ci Qarabağ müharibəsindən keçən dönəm ərzində 2-ci Qarabağ müharibəsinin nöqtəsini qoyan həmin o Böyük Vətən müharibəsinin bitməsindən 5 il tamam olur. Və həmin o günlərdən biri də bu gündür. 5 il bundan öncə 2020-ci il sentyabr ayının 27-sindən yüzü bəri keçən hər bir gündə noyabrın 8-dən sonra artıq o 365 gününün bir qismi də bizim rayonun seçilmiş ailələrinə qismət oldu ki, o günü müqəddəs gün kimi öz həyatlarına yazdılar. Çətin bir dönəmdir, çətin bir gündür. İndi məlum olduğuna görə biz Bakı şəhərində yaşayırıq. Sayat da Bakı şəhərində təhsil alsa da bu kəndin övladı idi. Bütün yayı, tətili, babası, nənəsi, əmisi, dayısı, bibisi, qohumu, əqrabası hamısı bu kənddə olduğuna görə bu kəndə çox bağlı bir uşağı idi. Mən o barədə çox danışmaq istəmirəm, çünki bu 5 il ərzində şəhidlərimiz haqqında çox sözlər danışıldı. Şəhidlərimiz haqqında çox sözlər deyildi, çox kitablar yazıldı, çox şeirlər oxundu, çox şeirlər söyləndi. Sadəcə onu demək istəyirəm ki, həmin o bir gün ki var, biz şəhid ailələrinin taleyinə yazılmış bir gün, o müqəddəs gün bizim üçün çox ağırdır. Əsas da mən öz ürəyimdən keçəni deyirəm ki, mən biraz bəlkə də həssasam, bəlkə duyğusalam. Bizim üçün çox çətindir. Çünki bu dönəm ərəfəsində bir ananın o günə hazırlığını görmək günün yaxşısını alacaq. Əkilin yaxşısını seçəcək. Danışma. Çox çətindir. 2 gün öncə Bakı şəhərindən biz gələndə, həmin o Bakı Yevlax yoluna gələndə bir daha o günü xatırlamaq, sanki 2020-ci ilin sentyabrıdır, oktyabrın 17-si günüdür ki, biz Bakıdan Yevlağa gedirik. O günü xatırlamaq bir ana üçün, bir ata üçün həddən artıq çox çətindir. Bugünkü gündə, keçən bu 5 il ərzində bütün şəhid analarından, bütün şəhid atalarının, bütün şəhid ailələrinin yanında olan hər bir kəsə bir şəhid atası olaraq Sayadın adından təşəkkür edirəm. Bugünkü gündə çox duyğulandırdınız. Ananın, Sümüzərin gözəl xətrini istədiyim əziz kollektivi o boyda yolu əziyyət çəkib gəldiniz. Bu 5 il ərzində Sümüzəri heç zaman tək qoymadınız. Öz təşəkkürümü bildirirəm. Kəndimizin cəmaatına öz təşəkkürünü bildirirəm. Çünki biz olmadığımız müddətdə anama dəstək oldular. Sayadı tək qoymadılar. Hər cümə günü, hər mərasimdə, tədbirdə Mahir qardaşımızın rəhbərliyi ilə bütün kənd cəmaatı hamısı burada onu yad eləyir.
təşəkkür eləmək istəyirəm. Zaqatal rayon icra nümayəndəliyinə Anar müəllim bizim qardaşımız, sirdaşımız, Turan müəllim bizim qardaşımız, sirdaşımızdır. Onlara təşəkkür eləmək istəyirəm. Bütün rayon icra nümayəndələrinə təşəkkür eləmək istəyirəm. Kəndimizin ziyalısı, hər zaman bütün tədbirlərdə Sayad burada bu məktəbdə oxumasa da belə Sayadı öz təhsili ilə, öz şagirdlərini yetişdirməklə Əlifsət müəllimə, onun fədakar kollektivinə, cəfakeş kollektivinə təşəkkür eləmək istəyirəm. Sağ olsunlar. Çünki həssas dönəmdir. Həssas dönəmdə biz şəhid ailələrinin yanında olmaq, onların ani bir anda olsa onlara dəstək olmaq, onların dərdinə şərik olmaq, onun özü bizim üçün milyona bərabər bir xatirədir. Yenə də bugünkü gündə sizin hər birinizə öz adımdan, ailəm adımdan təşəkkür edirəm. Yaxşı ki varsınız. Yəqin ki mən inanıram ki indən sonra da biz olmasaq da belə burada da vurğulandı. Sayadımızın ruhu, vüqarımızın ruhu, namingimizin ruhu hər zaman şad olacaq. Hər zaman şad olacaq. Bütün rayonun nə ki şəhidlər xatırlanır, onların ruhu şaddır. Mən bir şey də vurğulamaq istəyirəm. Mən Bakıda da tədbirlərdə çox deyirəm bunu. Şəhidlərimizlə bərabər istər kəndimizdə, istər rayonumuzda, Azərbaycanımızda bizim canlı şahidlərimiz var, qazilərimiz. Onların hər birinə sağlığında dəyər və qiymət vermək lazımdır ki, onlar keçdiyi yolu, hər bir əzabını anbanın ürəyində yaşayırlar. Allah hər birinizə borcum.